Sen hiç polisle mahnı konuştun? Yox. Qardaş, başımın tacı qardaş. Sən gözümün tacı qardaş. Niva ilə Asiya turunun 7-ci bölümünə baxırsınız. Adi günlərin biridir. Səhər yeməyi yeyirik. Harda? Urumçidə. Bəli, Urumçini bu gün gəzəcəyik. Həm yerlimiz gəlib Rəhman dedi ki, mən sizə kömək eləyəcəm, bələdçilik eləyəcəm. Mən burada tələbəyəm, oxuyuram və B2B işlərlə məşğuldur. Bu insanları qarşılayır, kömək edir belə işlər. Və gəlib bizə kömək etməyə. Və otelin qarşısındayıq. Maşının şüşə təmizləyənin suyu çıxır. Nə təzə maşındır da bu şeylər olmalı dörük daxil. Niyə var da nə? Hər yola verək. Nivadır. 2026 olsa da bu Nivadır. Bəli, amma bura qədər gətirib bizi, sağ olsun, Allah kömək olsun. Beləliklə şəhərin dərinliyinə doğru irəliləyirik. İndi mərkəzə gedəcəyik və deyirəm ki, Urumçi şəhəri 4-5 milyon əhalisi var və onu da deyim ki, elə belə şəhər deyil, böyük şəhərdir və buranın bazarı var, Grand bazar, böyük bazar. İndi o tərəfə gedəcəyik. Urumçi şəhəri dostlar qədim İpək yolunun ən vacib dayanacaqlarından biri olub və bu Grand bazar da məşhur tarixi bazarlardan biridir. Görürsünüz nömrəni hər dəfə bu formada oxutduruq. Taynağara, Nefsala nömrəsini bu tanımır da, nə? SM Pro ilə internetimizi təmin edirik. Parçonada Çindən ehtiyat hissələri almaq üçün bir platformadır. Yağımız Qalfdan, Deantedir, Saloğludur, ardınca Göysay süd zavodu, Çanaq pendiridir və Modamerdir. Uniforma mərkəzi bizim dəstəkçilərimizdir. Bu haqda birazdan danışacağıq. Və gəzintiyə başladıq. Burada belə buz kütlələri olur dostlar. Qədimdəki kimi ərimir və qaymaqla bu formada Rəhman dedi ki, bu şərbətlə, tut bəhməzlə də, yəni daha doğrusu bir dənə içki hazır edirlər. Dadlı olur. Biz bunu içirik, baxırıq, görürük ki, həqiqətən çox dadlı içkidir. Urumçidə olanlar məncə bu içkidən içiblər, olmayanlar da gedəndə mütləq içsin. Çox dadlıdır. Burada buz görürsünüz kütlələri ərimir. Böyük buz kütlələri və burada qurut satırlar. Bizdə qurut olur Tovuz tərəfdə. Qurutdur, quru pendirdir. Orada da baxın daşlar var. O da müəyyən kalsiyumlar falan. Kalsiyum daşıdır. Salam əleykum. Gəzintimiz davam eləyir. Meyvədən, tərəvəzdən, indi isə yemək içməkdən dadacağıq. Bu şəhər Asiyanın Avropanı birləşdirən qədim ticarət yolunun üzərində yerləşir və müxtəlif mədəniyyətlərin, xalqların qovuşduğu nadir şəhərlərdən biri olub. Ona görə də mətbəxi, adəti, ənənəsi fərqlidir. Bu Uyğur kababıdır. Balaca olur şişi, adam dişin dibində qalır. Bu isə samsıdır. Uyğurların samsısı da çox dadlı olur. Mütləq bura gələndə dadına baxın. Tavuk ətini belə bişirirlər. Çox gözəl, çox qəşəng. Çox mütəvazi. Əladır, istəmə baxmaq istəmirsən. Gedək indi digər təamları dadmağa. Burada bir dənə kompot verirlər. Super dadı olur. Quru meyvədən hazırlanır. İçində innab olur, bir də kişmiş olur, nə olur. Tural da bəyəndim, mən də bəyəndim. Burada isə xaşdır. Bunların xaşı da var. Bu formada bozbaş bişirirlər, piti bişirirlər, amma bunlar saxsıda eləmirlər. Bu formada qabda eləyirlər. Burada isə nə var dostlar? Müxtəlif suplar, şorbalar və keçi ətindən burada kabablar. Keçi ətini çox yeyirlər, çox bəyənirlər. Soçi paxlavasına oxşayır. Maraqlıdır. Üç bucaq formasındadır. Bunu yoxlamalısınız. Uyğurlarla ortaq zəhərlərimiz var və bunlardan biri də paxlavadır, amma bizim paxlavan yerin verənmir də, yəni düzün deyim. Uyğurlar daha çox özbəklərə çox yaxındır və dilimiz də yaxındır. Və bu gördüyünüz yer isə bayaq danışdığım Grand bazarın, böyük bazarın girişidir və dostlar bu bazarın yanında bir məscid var. İndi onun yaxınlığını da gedəcəyik. Görürsünüz nə qədər insan var, əhali çoxdur, hər yer insanla qaynayır və buranın məşhur üzümü Turpan üzümü deyirlər, Turpan. İndi o şəhərə də gedəcəyik. Bazara yavaş-yavaş dostlar daxil olduq. Bazarın içi ilə irəliləyirik. Maqnitlər alırıq, mütləq lazımdır, xatirə qalsın və bu formada burada qavallar var. Musiqi alətləri də bir-birinə bənzəyir, bizimkilərə oxşuyur. Tara oxşayan alətlər var, saz var, o var, bu var. Müxtəlif daşlar var və burada quzu qarnı göbələyi var. Onun qurudulmuşunu gördük. Buta şəkilli kalağaylar. Boy, nə qədər oxşuyur. Özbək papaqları. Buta rəmzi burada da var və taxtadan işləmələri görürük. Heyran oluram hər yerə. Çox gözəldir, çox qəşəngdir. İnsan gəzdikcə mən bir verilişim var. Çox gəzən bilər. Həqiqətən gəzə-gəzə öyrənlə burada da kürəyimi qaşıyıram. Və həmin məscid, bu məscid də buranın simvolu sayılır. Erdaçao adlanır, yəni Erdao körpüsü və böyük bir dini
kompleksdir. Uyğurlar da müsəlmandır və əhalinin əksəriyyəti bu şəhərdə müsəlmanlardan ibarətdir. Hazırda gördüyünüz kimi tarla nəsə ifa edirlər, nəsə çəkilişləri var. Mən də şəkillər çəkdirirəm. Şəhərin gözəl, görməli yerlərini həkk eləyirəm, yaddaşma. Vaxt olmur hər yeri gəzmək, amma əsas yerləri gəzirik. Buradan çörək alırıq ki, yolda bizə lazım olacaq. Droş falan da götürmüşəm maya. Yolda lazım olsa Laosda falan çörək tapmasam bişirəcəm. Burada da çörək muzeyi var. Özbəklərində məşhur çörəklər var və bu formada. Bunların da özlərinin çörəkləri də var, çörək muzeyləri də var. Çox dadlı olur. Bəzən soğan dadı verir, bəzən fərqli dadları olur, amma dadlıdır. Xoşuma gəldi. Və bazar gəzintimiz yavaş-yavaş sonlanır. Burada isə belə bir dadlı bir təyam yeyəcəyik. Düyünün üstünə gördüyünüz kimi yenə qaymaq atırlar və əncir mürəbbəsi. Mürəbbə, düyü və qaymaq. Qaymağı hər yerdə yeyirsiniz. Və beləliklə şəhərin bu istiqamətindən ayrılırıq. Burada özbək plovunu görürük. Yox, deyirlər ki, bu Uyğur plovudur. Kababları, yeməkləri, içməkləri, hətta üzərliyimiz də eynidir. Üzərlik və burada nar şirəsi görürük. Onlar nara bir üstünə deyir, anar. Yəni adamadır, anar. Bilirdiniz bunu, mən bilmirdim, burada öyrəndim. Çox gəzən, çox bilər. Və buradan ayrılırıq, gedirik Azərbaycan restoranına. Həmyerlimiz Nizat var, məni dəvət edib, Tural qardaşla sağ olsun. Dedilər ki, gəzin, günortaya gəlin Azərbaycan təamları yeyin. Gəldik bura elə bir Urumçidə o karqoların yerləşdiyi məkanı dəqiq yerini bilmirəm. Qəşəng çay dəmləyiblər. Darıxmışdım çayımız üçün. Burada akroşkası var. İndi birazdan yemək də yeyəcəyik. Dedilər ki, dolma yeyək. Darıxmışam, amma anam da dolma bişirib. Burada dondurucudadır. Və qəşəng söhbətlər eləyirik, su içirik. Neçə vaxtı şorba içmirdik. Mədəmiz açılsından içmək, yemək lazımdır. Bu da qazan kotleti. Ölkəmizin mətbəxindən, Azərbaycanımızdan və Azərbaycanlılardan dünyanın heç yerində yoxdur. Bütün Azərbaycanlılar var olsun. Nə vaxt gəlirəm, hansı ölkəyə gedirəm, hansı şəhərə gedirəm, məni dəstəkləyirlər, məni çox sevirlər, məni qonaq edirlər. Hər türlü türklərin sözü olmasın dəstək edirlər. Və buradan ayrılırıq dostlar və Urumçi şəhərində nə xoşuma gəldi. Körpünün altın yol kimi istifadə edirlər, ekonom edirlər. Və gəldik dostlar yenə bura. Yenə də parkinqə bu nömrəni oxutura bilmirik. Maşını saxlayırıq bura. Burada Çinlilər necə maraq göstərir bizim maşına. Deyəsən həqiqətən kopyalayacaqlar. Və gəldik DJI mağazasına. Bu reklam deyil. Biz dron almalıyıq. Bəli, kadrlarımız möhtəşəm olsun deyə dron alırıq. Yolda, Laosda, Çinin bəzi yerlərində dron qaldıracağıq. Dronun 5 Pro var. Ondan alıram. Ekranı üstündə olanlar və müxtəlif dron modellərini burada görə bilərsiniz. Qiymətləri yaxşıdır və Pocket 4-ü də çıxıb. Texnologiyanı sevirəm də. Almaq lazımdır. Maraqlı kontentlər üçün mütləq pul xərcləmək lazımdır. Aldıq, təqribi qiyməti yadımda qalmadı. İndi hamısını deməyim. Və iynirəm. Mən nəyisə aldımsa mütləq iynəməliyəm. İyi, yaxşı idi. Özü də yaxşı olar. Və yoldan bu formada meyvə, tərəvəz nə gördük alırıq ki, birazdan biz bunları bəlkə tapa bilmədik. Hər şey var maşında. Maşında müharibə olsa bir aylıq yemək içmək üçün hər cür ləvazimat, hər cür ərzaq var. Rəhman həqiqətən sağ olsun, vaxtını ayırdı bizə, bizi gəzdirdi, bizə dəstək oldu və gəldik maşının yanına. Rəhmanla ayrılırıq, ona təşəkkür edirik və yavaş-yavaş Turpana doğru irəliləyirik. Yolumuz çox deyil, təqribi 201-2 kilometrdir. 201-2, bu nə rəqəmdir? Ağzıma gələn danışıram. Yolumuz davam edir, təqribi 2 saat sağa-sola baxırıq, görürük küləkdir. Həqiqətən bu küləkdən də istifadə edib bu Çinlilər. Neyniblər? Külək turbinləri kilometrlərlə yola düzüblər. Və burada yenə də qırmızı lent görürük və deyirlər ki, bu uğur mənbəyidir. Məsələn, bu yerində bir də Bizon Max içək, maksimum enerjimiz olsun. Bir də dostlar, siz Bizon vasitəsilə avtomobil qazana bilərsiniz də, bilirsiniz, 13 həftə, hər həftə bir avtomobil verirlər. Neyinirsiniz? Adi Bizondan alırsınız, açırsınız qapağı və qapaqdakı kodu promo.bizon.az saytına göndərirsiniz, qeydiyyatdan keçirsiniz və təsadüf nəticəsində maşınlardan biri də sizin ola bilər. Mən də içim. Sponsordan danışmaq lazımdır. O sponsorlar hamısı puldur və o pul olmasa biz bu işi görə bilmərik. Yazanlar var, sponsor çox eləyirsən. Yəni siz o pulu verin, mən valla sponsordan danışmayacağam. Həmin məbləğlə biz bu işi görək. Çox böyük, xərcli bir işdir dostlar. Ödənişi edirik və yolumuza davam edirik, gedirik. Qəşəng dağ mənzərələri və deyiblər ki, Turpan var ha, o qədər isti yerdir ki. Və bu Nivanı bunlar niyə sevirlər?
Burada da Discovery kanalının əməkdaşlarını görüb biz də ATV-dən gəlmişik də, ATV-nin işçiləri və davam edirik yolumuza. Gedirik. Alo. Aysta. Da. Farid. Qardaş, başımın tacı qardaş. Sən gözümün tacı qardaş. 到前厅登记一下。 O nə deməkdir? Sorry. Nə demək? Nə qaraq? Saxlayaq, gözləyəsən. 到那个。 Ver sağa saxla. Hə, onu bu ənənəvi polis sözüdür. Ver sağa saxla. Can. Başımın tacı qardaşlar gəldi. Hello. Sniho. Salam aleyküm. Nətərsən? Hoppa. 到哪里？ Yes. Kazakistan. Azərbaycan. Uyğur, hə. Uyğur daha yaxşı. Salam aleyküm. Yaxşısanmı? Bizim dilimiz eynidir. Sağ ol. Biz blogerik. Biz Laosa gedirik, Laosa. Azərbaycandan gəldik, uzaq yerlərdən. Hazır nə qoyursunuz? Turpan var? Turpana gedirik ya. Yatak. Yatacağıq, hə. Otelə gedirik. Otelə gedirik, otelə. Yolda tıkaya kalıp mamamız ha. Öpürəm, sağ olun, yaxşı yol. Yaxşı olun. Bizə deməliyik, o yaxşı yol. Sağ olun. Polislərdən ayrılırıq və xanım Range Rover'dan bizim videomuzu çəkir. Xanımlar bu maşının nəyin sevir, nəyin bəyəndir bilmədik. Gəldik pullu yola. Bu yolda deyirlər tur sürücülər gəlir bizim. Düz mən görmədim tur sürücülərin yolda. Hardasınız? Düz sizi Çinə giririk. Mən sizi görənmədim. Reallıq budur ki, yolda heç bir ölkənin tur sürücüsünü mən görmədim. Təkcə Azərbaycan yox, Rusiyanın da, Türkiyənin də görmədim. Son illər deyirlər tırları buraxırlar müəyyən nöqtələrə qədər. Bəzən müşayiətlə, bəzən müşayiətsiz. Amma biz getdiyimiz nöqtələrə gələn məncə yoxdur və olsa da ola bilər. Amma mini maşını ilə bu işi görən ilk bizi, bu mənim arzum idi və arzum reallaşır. İnşallah bizdən sonra da edənlər olar. Çöllüyün düzündə sağ yaşıllıq, sol yaşıllıq. Necə baxırlar bunu, necə saxlayırlar xan çinarları, söyüd ağacları. Çox gözəl. Və bu vaxtda saat neçədir? 9-dur. 35-37 dərəcədir. Bir gün orta 50 dərəcə olur burada. Yəni zarafata salanda 55-ə də qalxır. Çox istəyirdim. Bilirsiniz də mən fərqliliyi xoşlayıram. Şəhər mərkəzində ev tutmadım. Dedim Uyğurluların yaşadığı o yerə gedək, görək onların həyat tərzi necədir. Bu məhəllələrdə Uyğurlar yaşayır və bir dedim ki, bu bölgədə neft çıxır və Çinin əsas neft tədarükü bu tərəfdən olur və gəldik hara qalacağımız məhəlləyə və bu şəhəri mən hara bənzətdim? İranın Yəz şəhərinə. Şərqdir orada, burada şərqdir və eyni memarlıq üslubudur. Burada məscid də var, ara məhəllələr, uşaqlar, balalar, onlarla da salamlaşırıq və onların şəklini çəkirəm. Şirindilər, şəkərdilər və gəlib çatdıq otelə. Otelimiz nə otel, nə gözəlliyində. Tut ağacına baxın, erkək tutdu. Yəni meyvəsi yoxdur, yaşıllıq üçündür. Otelimiz də çox möhtəşəm bir oteldir. 35 dollara tutmuşam. Qiymət super, memarlıq, o təbii Dubayda falan var şərqdə havalandırma, qədimdə havalandırma formada olub. Burada da hər yer üzümdən ibarətdir. Həqiqətən möhtəşəmdir. Gələcəkdə belə evlər tikəcəm. Bilirsiniz də mənim də evlərim var. Fərdin evi adlanır. 2 evdir, birinin də tikintisi davam eləyir. Siz də yay tətilinizi istəyirsiniz, Türpanda keçin. İstəyirsiniz də gəlin Qəbəliyə Fərdin evinə. Hər şərait var. Onun üçün nə edirsiniz? Instagramda Fərdin evini tapırsınız. Həqiqətən ev gözəldir, əladır. Biraz dincəlirik və çıxırıq məhəlləyə. Görək bu məhəllənin mərkəzində yemək yeməyə bir yer tapacağıq-mı? Hər şey çox gözəl, hər şey çox əla. Burada isti o qədərdir ki, yəni axşam saatlarıdır. Çöldə də kondisioner yanır. Yəni baxın, çölə qoyublar kondisioneri. Salam, salam. Kabab? Kabab. Qoyun? Qoyun. Qoyun? Hə, bundan hazırlayın. Bundan nə qədər? Quyruq qoyun, hə? Quyruq qoyun. Necə oxşayır ha bizimkilərə? Sonra salat olsun, salat. Yeməyə nə yeyək? Məncə kabab yeyək. Və həyat burada indi canlanır. Bu nə oyunudur, onu bilmədim. Və günorta burada 50 dərəcə olur. Hamı axşam yavaş-yavaş şəhərə çıxır. Çay dedim, kabab dedim, başqa nə deyə bilərik ki? Çini deyirlər stəkana, sözlər çox oxşardı. Kababın yanında nə deyirəm, belə bir çoban salatı hazırladıram. Burada qoyun ətindən istifadə edirlər kababda və arasında da quyruq olur. Çox dadlı olur və zirə vururlar üstünə. Dedim ondan vurma, amma vurdular. Biraz acı olur. Gələn dəfə vurmazlar. Çörəyə də nan deyirlər. Tural da yeyir,
bəyənir, Tural da bəyənir və biz də yavaş-yavaş otelə doğru gedirik. Yataq dincələk, sabah isə Turfanı kəşf edək.